Norveçlilərin nə qədər bizə nisbətən, bizim üçün darıxdırıcı həyat yaşadıqlarını, sakit həyat yaşadıqlarına dair bir sadə primitiv misal. Bura yaşadığım şəhərin mərkəzi küçəsidir. 15 may tarixidir. Həftənin cümə günü, 5-ci günü saat 9-a qalıb. Axşam saat 9-a qalıb. Mərkəzi küçədir. Amma buna rəğmən nə qədər boşdur, baxın. Ancaq ara-sıra adda burada maşınlar görmək olar. Hansı ki, bu vaxt insanların həftə sonudur da, yəni həftə sonunun başlanğıcıdır. Yəni istirahət eləməli vaxtlardır, qaynayıb qarışan vaxtlardır. Amma yox, burada belə sakitçilikdir, belə hətta bu sizə deyim, həftə sonudur, həftənin cümə günüdür, nisbətən maşınlar görünməkdədir. Mən bu videonu həftənin 3-cü, 4-cü, 1-ci günü çəksəydim, yaxud bazar günü çəksəydim, fərqli mənzərə görünərdi, daha fərqli mənzərə görünərdi. Belə ki, heç maşınları falan da görməzdik. İndi adda burada maşınlar gedir. Hətta mən onu da qeyd edeyim ki, 17 may gəlir qarşıdan. 17 may Norveçdə ən böyük bayram hesab edilir və Norveçin necə ki bizdə 28 maydır, Respublika günüdür. Norveçin dövlət bayramıdır bu hesab edilir. Yəni bu bayram qabağı baxın küçələr nə qədər boşdur. Dostlar, deyin görək sizin ölkədə, sizin yaşadığınız yerdə vəziyyət necədir? Yəni bilirəm ki, dünya müxtəlif ölkələrindən baxırlar bizim videolara. Yəni digər Avropa ölkələrində və yaxud Amerikada da eyni vəziyyətdirmi? Yəni insanlar axşam vaxtı şəhərləriniz belə boş olurmu? Və yaxud Azərbaycanla müqayisədə, Azərbaycanın digər şəhərləri ilə müqayisədə gördüyümüz bu mənzərə o sizin yaşadığınız yerlərdə də təkrar olunurmu? Axşam saat 9 şəhər belə boş olur. Mümkündürmü belə bir şey görmək? Yəni deyirəm, hələ bura həftənin 5-ci günüdür, cümə günüdür. Həftənin digər günlərində daha fərqli, daha az mənzərə, adda budda maşınlar görünürdüsə, həftənin digər günləri bu vaxtda heç onu da görmək olmur. İnsanlar adətən yatmağa başlayır. Kanalımıza da abunə olun. Olmamışsınızsa hökmən sizdən bir rica, şərh düyməsində bəyəndim düyməsini sıxın, zəhmət olmasa. Buna görə biz sizə minnətdar oluruq. Onu da qeyd edeyim ki, yaşadığımız komuna, burada komuna gedir, yəni bələdiyyə deyirlər şəhərə. Yaşadığımız komuna bu qədər də böyük deyil, amma kiçik də deyil. Yəni özünə görə, Norveçə görə, yəni normaldır. Əhalisinin sayı 17 mindir. Maraqlı fakt qeyd edeyim ki, 17 min burada, yəni böyük deyil, amma orta səviyyəli bir şəhərdir, kommunadır. Yəni deyək ki, burada elə kommunalar var ki, daha kiçikdir əhali sayı. Məlumat üçün deyim ki, buranın bu adını çəkdiyim kommunanın ərazisi 1000 kvadrat kilometrdən bir qədər artıqdır. 1000 kvadrat kilometrdə 17 min əhali yaşayırsa, təsəvvür eləyin, Azərbaycanda Xırdalan 20 kvadrat kilometrə yaxın ərazisi var. Masazırın, üzr istəyirəm, Xırdalanın 50 kvadrat kilometrə yaxın ərazisi var. Masazırın 20 kvadrat kilometrə yaxın ərazisi var və orada qeyri-rəsmi məlumatlara görə 100 minlərlə əhali yaşayır. Yəni qeyri-rəsmi yaşayanlar, yəni qeydiyyatda olmayanları nəzərə alsaq, deyilənə görə 100 minlərlə əhali yaşayır. Burada amma 1000 kvadrat kilometrdən çox yeri olan kommunanın, bələdiyyənin əhalisi sayı 17 min kvadrat kilometrdir, 17 min nəfərdir, 17 mindən biraz artıq. Maraqlı məlumatdır bu. Ən böyük hündür mərtəbəli binaları burada 4-5 mərtəbədən artıq olmur. Əsasən həyət evləridir. Belə hündür binalarda yalnız yaşlı adamlar yaşayır. Nəyə görə yaşlı adamlar yaşayır? Yaşı 70-dən artıq olan yaşlı adamlar yaşayır. Gəlmələr xaric, yerli əhali yaşı 70-dən artıq olan adamlar yaşayır. Nəyə görə? Çünki baxın, adam öz evində
güllərinə xidmət edir. Çəkmək olmaz adamın özünü. Nəyə görə yaşlı adamlar yaşayır? Çünki yaşlı adamlar üçün həyət evində artıq yaşamaq çətindir. Burada bildiyiniz kimi ailələrlə yaşamırlar, övladlarla yaşamırlar. Yaşlı adamlar ayrı yaşayırlar. Valideynlər ayrı yaşayırlar, övladlar ayrı yaşayırlar. Ona görə onlar üçün həyətə qulluq eləmək falan bir qədər çətin olduğuna görə onlar üstünlük verirlər yaşlandıqda mənzillərə köçməyə. Həyət evlərinə yox, mənzillərə, kvartiralara köçüb yaşayırlar. Amma bütün bunlara rəğmən buranın həyatı biraz beləsinə qaynaqarış yoxdur. Yəni sakitçiliyi sevən, stressiz sevməyən, əsəbi sevməyən adamlar üçün bu ölkə çox uyğun bir yerdir. Adamların yerli norveçliləri deyirəm. Adamların heç bir demək olar ki, problemləri yoxdur. Həqiqətən də inanılmaz dərəcədə bunu görməsəz inanmazsınız, anlatmaq mümkün deyil sözlə. Olduqca həqiqətən həddən artıq bunlar çox səbirli, çox təmkinli, baş verən hadisələrə normal münasibət bəsləyən, heç cürə stressə girməyən adamlardır. Adamların demək olar ki, heç bir qayğıları yoxdur. Yaşamaqdan başqa. Yaşamaq, sağlığına baxmaq, sağlığıyla ilgili problemlərini həll eləməkdən başqa heç bir demək olar ki, qayğıları yoxdur. Yəni övladdır, aşağı-yuxarı ölkə baxır, dövlət baxır, təmin eləyir. Heç kəs küçədə qalmır, hamının evi var. Əgər işləmirsənsə, çalışmırsansa, sənin problemlərin həlli üçün ölkə sənin qayğına qalır, dövlət sənin qayğına qalır, səni küçədə qoymur, ac qoymur. İşləyirsənsə, buyur işlə, daha çox qazan. Ölkələri gəzirlər, dünyanı gəzirlər. Övladına da ölkə baxır, vətəndaşına ölkə baxır, yəni uşaq böyüdür, işlə təmin edir, oxutdurur və s. və ilaxır. Düzdür, təbii ki, bunun da bir xırda detalları, nüansları, problemləri var, amma həll eləyirsən. Yəni adamların yaşamaqdan başqa heç bir problemi qalmır. Ölkə belə ölkədir. Amma bütün bunlara rəğmən də gördüyünüz kimi bax belə qaynaqarış yoxdur. Bizim coğrafiyanın insanına bir qədər biraz darıxdırıcı gələ bilər. Müəyyən tədbirlər falanlar olur, yəni amma bu o deyil. Yəni bizim alışdığımız tədbirlər, bizim alışdığımız nə bilim məclislər falan deyil, amma öz üstünlükləri və mənfilikləri ilə yanaşı öz qeyri-adilikləri olan Norveçdir. Dostlar, kanala abunə olun, rica edirik.